Salam, axşamınız xeyir. Deməli, bir iki mövzuya münasibət bildirəcəm bugün. Birinci mövzu gips mövzusundadır. Gips bilirsiniz ki, torpağa necə gəldi verilmir. Ötən bir bağda gips tətbiq etmişdim, hansı ki, onun bağında gipsə ehtiyac var idi. Bu ildə çox gözəl də nəticəsi oldu. Sahibkarın başqa bir dostu 15 ton bu il öz bağına verməyə gips alıb. Yəni adamı zəng eləyib mənə, deyirəm ki, qardaş, torpağın analizi deyir, yoxdur. Deyirəm, uzun sözün qısası. Zorla, zillətlə adamı saxlatdırmışam, torpağın analiz elətdirib, torpağın baxıram ki, gipsə ehtiyacı yoxdur. Onunla belə adam əl çəkmədi, deyir, yox ki, yox, verməliyəm. Düşünür ki, yəni özünün dediyini deyirəm, dostunun bağını düzəldən gips olub. Yəni, mənim orada başqa bir əziyyətlərim heç, bir dənə gipsmiş o boyda işi görən. Ay, yəni düzgün, bağda problemi düzgün addım aradan qaldırır. Hə, indi orada gips idi düzgün addım. Yəni, həqiqətən də bağ bərbad gündə idi onun dostunun bağı. Nəysə, uzun sözün qısası. 3-4 tonun verdi. Qalanı da düzdün qoşdum, zorla saxlatdırdım da, yəni adam 15 tonu verirdi. Düzdün qoşdum, başqa bağa satdılar. Yəni, nəyi demək istəyirəm? Torpaqda gipsi vermək üçün sar hesablanmalıdır. Yəni, sarın və hidrokarbonatın dəyərinə bağlıdır gipsin verilməsi. Məsələn, sar 6 və yaxud daha azdırsa, heç bir gipsə gərək yoxdur. Və gips verilsə problem yarada bilər. Yəni, gipsin pH dəyərinə görə verməzlər. Bu günlər baxıram paylaşımların əksəriyyətində gipsi pH dəyərinə, yəni torpağın pH-ı yüksəkdir deyə gips verir. Gips asid deyil ki. Sadəcə torpağın hidrokarbonatları ilə reaksiyasından boşda qalan hidrogen qalır. Bu da pH-a aşağı salır. Əgər sar 6-13-ün arasındadırsa, gips hesablanmalıdır torpağa. 6-13 ədəbiyyatlara aid məlumatdır. Mənə görə 6-10 və yaxud da maksimum 11 deyərdim. Səbəbini də axırda anlayacaqsınız. Yəni, burada da sarın düsturunu paylaşıram. Bax, videonun üstündə paylaşacağım. Düsturda da gördüyünüz kimi məqsəd məxrəci böyütməkdir. Yəni, sar, demirəm, 6-da gipsə ehtiyac yoxdur. 6-da problem az olur torpaqda, problem yoxdur. Yəni, burada da gips verilməsidir. Məsələn, sar ümumiyyətlə nə deməkdir? Natriumun təsərrüfata nə qədər problem yaratdığını göstərən bir hesablamadır. Sar dediyimiz budur. Natriumun sovrulma əmsalı, sodium absorption rate. Düsturdan da göründüyü kimi, cavabın kiçik alınması ancaq məxrəcin böyütməklə əldə etmək mümkündür. Yəni, gips kalsium sulfatdır. Görürsünüz, o da məxrəcə xidmət edir. Dolomit də kalsium karbonatdır və yaxud da kalsium magnezium karbonatdır. Yəni, dolomit də verilsə, eyni işi görəcək. Hər ikisi məxrəcə qulluq edir. Sadəcə gipsin verilmə məqsədi birdir. Dolomitin isə bir neçə səbəbdən verilə bilər. Yəni, dolomit mi verim, gips mi verim, bunu seçmək səbəbləri var. Hər ikisi pH-ı aşağı salır. Bir şərtlə ki, torpaqda hidrokarbonatın varlığı hesabına. Əgər hidrokarbonat yoxdursa, pH-a təsir qoymaz və yaxud da təsir qoysa da çox az qoyar. Hesablamasız yanaşılsa torpaqda kalsium karbonatı çoxaldar, yersiz yerə və s. və ilə axır. Yəni, demək istədiyim, elə görməzə bilməzə gips, dolomit verilməz torpağa. Yəni, öncədən qeyd edim ki, birinci dərəcəli, indi ədəbiyyatşünaslar hamısı ruçkasını götürüb, qələmin götürüb düşəcəklər ortaya. Yəni, gipsin verilmə məqsədi bu deyil. Yəni, sara görə deyil. Sara görə torpaqda yuyulma zərurəti yaranır. Gipsin də verilmə səbəbi yəni, həmin o yuyulmanı təmin edir. Yəni, axıra kimi dinləyin, sonra qələmizi götürün. Gipsin verilmə məqsədi odur ki, tutulmuş natriumu gildən çıxartsın, kalsiumu daxil etsin gilə və torpaqda suda daha rahat həll olan natrium birləşmələri əldə olunsun və torpağı da yuyulsun, yəni arat olunsunmu, nə bilim, hər nəsə torpağın yuyulması başlasın. Gips torpaqlara ədəbiyyat açısından baxsaq, bu məqsədlə verilir. Yəni, natriumu suda həll olan formula çevirməklə torpaqda yuma prosesini başlatmaq. Biz isə bunu etmirik və ədəbiyyatlarda deyilən tövsiyə ilə gedilsə hektara 5-6 tondan 30 tona qədər gips verilməlidir.
Yəni bu gün torpaqlara cips vermək həvəsinə düşən yoldaşların əksəriyyəti yumaq məqsədi ilə yox, pH-ı salmaq məqsədi ilə cips verirlər. Bu da özü-özlüyündə anekdot kimi bir şeydir. Dünyanın heç bir yerində cipsi pH salıcı kimi istifadə etmirlər. Nəysə, səhv ediriksə heç olmuyor. Çünki bu cipsi verdiniz, natrium suda həll olan formaya keçdisə, bitki daha rahat bir şəkildə natriumu mənimsəyəcək. Yəni, sözümün məqsədim nədir? Əgər bu səhv ediriksə də heç olmasa, faydalanaq o səhvdən. Bu paylaşım eləmək də məqsədim odur. Gübrə məqsədli, yəni yuyulma təşkil edilmədən tətbiq üçün bağların heç biri bu temaya girmir. Yəni, çünki cips verilməli, yaxşı şəkildə disk olunmalıdır, şum olunmalıdır, mala və s. işlər getməlidir. Axırda da aratfason bir şey olmalıdır ki, torpaqda yumaq prosesi getsin. Bunu isə bağda təşkil etmək olmur. Ancaq əkindən qabaq torpaq hazırlığı işlərində ehtiyac olarsa, bu işləri görmək mümkündür. Yəni, bugün kimsə bağının içində arat eləmir, kimsə bağda yuma işləri aparmır.